Salam dostlar, xoş gəlibsiz Azrap Show'un 2000-ci qismətinə. Mən Ardiyam. Əvvəl bu ki türkü rəpə görə və az rəpə görə danışam. Gəlin görə qəssən rəp nə mənadır və nə vaxt vücuda gəldi və nə tür. Rəp sirfən fəqət bir dənə səbki musiqi deyil. Bəlkə bir dənə fərhəngidir, bir dənə səbki yaşamaqdır ki, onun tərqi ilə eləmək olar, səsləri camiyə eşitdirsinlər. Rəp etirazı səbkidir. Tüm yaranıbdır camiənin səsi olsun və millətin dalısında dursun. Əvvəllərdə DJ-lər ahənglər götürərdilər, onlara boleş vurardılar, loop cürlərdilər və sadə bitləri yaradardılar. Bitdən məncur xam ahəngi ki, eşidirsiniz və qulaq as. Mən istəyirəm bir zərrə açıq-tər danışam, fəqət rəperlərimizə danışmayam. Çünki rəperlərimiz hər nə mənə bülürlər, bulan ki, hamısını mən tərifləyirəm, hamısını bülürlər. Mən bu Azrap Show bərnaməsində çoxlar çalışıram, onlar ki, rəpi tanımırlar, tanıtdıram. Pəs bəzi sözlər ki, deyirəm, sizə sadə gəlir və gülməli gəlir, sirfən sizə demirəm. Mənim sözüm hamı inandı. Onlar ki, rəpi tanımırlar və az rəpi tanımırlar. Deyirdim, əvvəlki bitlər bu cür vücuda gəldi ki, DJ-lər ahəngləri götürürdülər, kəsirdilər, yapışdırdılar bir-birinə, loop cürürdülər. Yəni ahəng bir yerdə başlayırdı, gedirdi əvvələ. Həmən o zərbi ki vurur, gedirdi və elə bir cür kəsirdilər, elə bir cür yapışdırdılar bir-birinə ki, əslən sən bilmirdin nə vaxt qutulur, nə vaxt harada kəsildi. Ahəng idamə tapırdı və gedirdi. Bunun üstündə başladılar yazmağa və oxumağa. Əvvəlin səbk old school adında vücuda gəldi. Onun üstündə yazırdılar. Ruzmərrə yaşayışlarında nə iş görürlər? Bugün nə inadilər? Bugün nə ittifaq düşdü? Filan məhəllədə bu ittifaq düşdü. Filan dostumdan bu cür zərbə yedim. Filan eşqimdən bu cür zərbə yedim. Sadə halətdə yazırdılar üstündə. Nə feloları, yaxçı idi, nə qafiyələri. Fəqət yazırdılar. Elə öz dilimiz, sadə kitabı, sadə inşanı açıbsan, bitin üstündə, həmən xam ahəngin üstündə oxuyursan. Çoxlu zamanlar keçəndən sonra yetişdik dəyə 80-də, 90-də və əsri Golden Age. Mətnlər yavaş-yavaş PT-də oldu, yazdıqlar PT-də oldu. Taza-taza flowlar, raymılar örgəşdilər, gətdilər bu səbkə. Qafiyələr cürləndi. Məsələn, tekst yazanda mən istəsəm sadə deyəm ta hamımız biləsiz. Ələn tekst yazanda bir var, hər sətrinin axirinə qafiyə qoyasan. Ki, qədim rəpin əvvəlində elə bu cürsünə idi ki, çoxlar qafiyələr poçta sələhəm olardı, ya sətrin axirində olardı. Bəri sonralar kəşf elədilər ki, hop, ələn ki, məsələn, yazırıq 4 sət dalbadal, hamımızın axırda qafiyələr bir olur, vəznilər bir olur. Bu eləyə bilər təğyir tapa. Eləyə bilər 2 sətrin ki, 1 ola, 3-cü ayrı ola və 4-cü yenə həman 2-dən alınan 1 ola. Gəlsən 2-dən ayrı qafiyə vuram, 2-dən ayrı qafiyə vuram. Gələm gedəm o bislərdə yenə qeydəm əvvəldəkindən 1 sət təkrar eləyəm. Hər cürə qafiyə verə bilərsən. Fəqət bu şərtəki felovu vurmayasan bir-birinə və usulla gedəsən də bax. Çox vaxta usula baxmaz. Tekst yazdın, elədin. Çox vaxt usula baxmaz ki, qafiyə yerində olsun. Qədim bu cürsünə idi, ha demirəm. Qədim bunlar riayət edərdilər. Yəni, əvvəldə ki, vücuda gəlmişdi, hamı deyirdi, elə budur. Mən bundan çıxsam eşiyə, elə rəp eləmirəm. Hop, bir dənə məsələn çarçubun içində gördülər rəpi. Bəli, ələn o cür deyir, ələn tərəf oxuyur, eşidibsiz taza səbkiləri. Əslən görsən, qafiyə dalbadal düzmür. 4 dənə, 5 dənə sətirdir ki, axirlər bir dəyir. Gedir ondan sonra 5 daha sətirdə olan qafiyələrini gətirir, orada işlədir. Ya sən heç işlətmir. Əsr Golden Age-də dedim, bu əsrdə fəqət idealətə görə, mərdumun zindicanlıqlarına görə danışılırdı. Gangsta rap gətirdilər araya. Gangsta rap yəni nə mənə? Yəni mən yazıram, vəlbəy mərdumun giriftarçılığından demirəm, yoxsuzluqlardan demirəm. Mənzur demirəmdən o da kullən demirəm. Mənzur budur ki, o nalək elədilər, eyvay bizim yoxumuzda, eyvay belayıq qalmışıq yerdə, onlar yığışıldı. Yanında dedim, bu səbkidə gəlib deməzlər, ay mən dalıya qaldım. Elə bir cür mikrofon dağısına gedərlər ki, deyərlər, mən haqqımı alacağım. Bildin nə cür? Yəni sən haqqımı verməsən, güzə işlə, vururum olarsan. Gangsta rap yanı bu. Hal ondan sonra zaman geçti, yetişmişik indiyə ki, indi gangsta rap ki, əvvəl deyirəm, rap vücuda gəlmişdi, fəqət etirazdan ötürə. Bəli də indi o cür dər. İndi xarici rəperlərimiz var, qızılların düzüllərimizin üstünə
kokainlə düzüllər bizim üstünə. Deyirlər mən çox gələm. Biz irad tutmuruq heç birlə. Fəqət mən səbçilərə mərifə eləyirəm və istəyirəm sadə dildə deyəm ki, biləsən nə var nə yox. Hala rapın çox şaxələri vardı ki, mən hamısını oturub bir demirəm, bəli sayıram. Boom bapdir, trapdir, love trapdir, dark trapdir, drilldir. Çoxlu səbçilərimiz vardı. Əvvəldə dedim də, rap bir dənə səbkə zinləyici dəstə. Ya sən fəqət gələrsən deyəsən rap bir dənə oxumaqdır, yox, əslən o cursuna da. Məsələn, biri parkur. Parkur hip-hop'u bir dənə vərzişdir. Məsələn, sən küşdüyü gəb deyənməsən küşdü. Hip-hop'u bir dənə lifestyle-dır. Ya topla voleybol deyənməsən, bu bir dənə hip-hop'u lifestyle-dır, hip-hop'u səbkidir. Bəli, bizim camiəmizdə yerinə düşmübdür. C. Türk rapində, C. Farsi rapdə. Allah çox şükür, bu Farsi marketlərimizdə mənim işim yoxdur. Tələb Farsi oxuyur, nə mən oxuyur, işim yoxdur. Mən fəqət gəlmişəm rapə görə sən ittilaat verəm. Bəs mənə qardı tutma. Gəlib kommentlərdə ay demə Farsa görə danışdın, ay onu qatdın bura, bunu qatdın ora. Bunlarla işim yoxdur. Fəqət gəlmişəm. O kəs ki rapdən baş tapır, türk rapə sən oxumağa qulaq asan da deyir bu nə mənədir. Mən bunu ona öyrədəm. Ki rap budur. Nəyə qorxusan? Qorx, hətta öz rapindən, öz türk rapindən xoşun gəl. Bəhsimizdən itməyək, rapə görə danışırdım. Rap ki Amerikada düzəldi, sürətlə pəxş oldu dünyanın hər yanı. Almanlar öz səbki ilə bu yolu başladılar. Japonlular öz səbki ilə. Hala olan səbkilər elə bir cür idi ki, çox məsələn xiyabanı bir səbkilər idi. Çünki Japonla Amerika fərq edirdi. Olan libaslar görsən uzun olardı, filan peyman məbəddə olardı. New York, Amerika ki bu cür üstünə dəyildi. Bəs onlar da köməklik aldılar Amerikan rapindən və tərkibi vurdular elə bir. Teyxa məsələn deyəsən Japonun öz rapidir, yox öz rapləri dər Teyxa. Ələn kullan o cürsünadır, çünki rap orada düzəlibdi, ya da elə bir imzaları onlarındır. Hop, səndən mənkində oxuyuruq, onlardan öyrəşmişik, oxuyuruq. Bu rap sənəti ki var, həmişə səy eləyib mərdumun sözünü yetirə. Ha vaxt görübsən popda gələ biri gileyliq eləyə. Biri deyə həmsayamın yoxudur. Pop elə bir cürdür ki, kullan eşqə aşıqıya görədir. Yəni pop elə bir məsələn təvəhhümdür. Çoxları ilə reperlər məvad çəkir, dər əsl pop oxuyanlar məvad çəkir. Ələn rap oxuyan gər həqiqət sənə deyir də, deyir ha, sən mənim həmsayamın yoxudur deyə. Ya məsələn gəlir sənə deldarı verir. Gəlir deyir ki, ağa, məsələn bu cür idim, pulum yox idi, dalımda kim yox idi. Bunları sən təcrübə edibsən zindicanlığında və beni o olur sənə təskin vermək və səndən biri olmaq. Pop əslən bu cür deyil. Pop təxəyyülə bizə. Ala heç vaxt demək olmaz əvvəlin rapper dünyada kim idi. Bəli, əvvəlin rapper ki hamımız tanıyırıq və risanələr bizə öyrədiblər. Bu əvvəlin rapperdi dünyada. Təbii ki o demaqlar deyirəm. Biz yenə də mütməyin dəyirik, çünki orada dəyirik. Şayət dostu əvvəl rap eləmişdi, əskiçılıq eləyib, ay Tupac gedib dostundan qabaq məsələn bitirəşlər veribdi, olub əvvəlin raperi. O heç vaxt demək olmaz. Bəli, biz onu əvvəlin raperi tanıyırıq. Dəmidə doğudan hissi. Demək olar az-çox bir qolamın rapi tozih verə bildim biləcək ki, nə mənədir, nə cür vücuda gəlibdi, hip-hop'ı lifestyle nə mənədir. Bunlar demək olar əvvəliyyəsini dedim biləcək və büllüz nə mənədir. Ada mən istəmirəm bərnamənin vaxtı çoxa çəkə. O bir qismətdə başlayacağam türkü rapə görə, az rapimizə görə danışam. Ya nəzərimdə vardı bu videoda danışam az rapə görə. Hələ dedim qoy ondan qabaq bir daha qismət düzəldim. Onlar kəsən rapdən başlayıblar, bülmüllər rapləmə nədir? Birdən baş üstə düşməsin az rapin içinə. Ağa, mən bilmirdim rapləmə nədir. Bu az rapləmə nədir mənə deyirsən. İnşallah o bir qismətdə məndən yol bir olun. Himayət eləyin, subscribe eləyin. Instagramın pejini qoyuram. Tracklərimiz, ahənglərimiz həm Telegramda var, linkin qoyacağam. Həm SoundCloudda var, linkin qoyacağam. Müzik videolarımız azma-çox YouTube'da vardılar. Instagramda çoxlar görə bilərsiniz. Çünki mən bu bərnamə fəqət ona görə başlamışam ki, az rapi tanıtdıram. Çünki vaqən o kəs ki 5 ildə az rapdə çalışır, heyfim gəlir mənim sənətimi tanımayalı. Mən çalışmışam, mən buna görə canlanmaya qoymuşam. Mənim dostlarım, ələn mən bir nəfər deyiləm. Mən 500 nəfərəm. Mən İranda 500 nəfərəm. Şayət də bundan çoxdur, mənim xəbərim yoxdur.
Mən bir 500 nəfərin sözünü sənə deyirəm. Mən onların vəhəndən səndən danışıram. Çox başınızı ağrıtmıram. Əlləriniz ağrımasın ki, buradan qaldınız. Mənə təhəmmül elədiniz. Əgər bu videodan xoşunuz gəldi, dostlarınıza göndərin və bizlə tanış olun. Biz bir böyük xanivadəyik. Düzün istəsəm bilmirəm necə xudahafizlik eləyəm. Gedin görüşərik.